Herkese salam. Bugünkü mövzumuz dünyanın iqlim qurşaqları və iqlim tipləridir. İlk öncə gəlin görək iqlim nə deməkdir. İqlim müəyyən bir ərazidə meteoroloji elementlərin çoxillik təkrarlanma rejiminə deyilir. Və iqlim göstəriciləri hər il təkrarlanır. O, qısa bir müddət ərzində dəyişən bir proses deyil. Yalnız çox uzun tarixi dövrlər ərzində iqlim göstəriciləri dəyişə bilər. Yəni 1 və yaxud da 2 il ərzində, 5 il ərzində iqlim göstəricilərinin dəyişdiyini müşahidə edə bilməzsiniz. Və təbii ki də iqlimi yaradan bir sıra amillər var, yəni ona təsir göstərən amillər var. Bu amillər iki qrupa ayrılır: əsas amillər və ikinci dərəcəli amillər. İqlim əmələ gətirən amillərdən əsas amillərə nələr daxildir? Coğrafi enlikdən asılı olaraq günəşin düşmə bucağının dəyişməsi, səth örtüyünün xarakteri və atmosfer dövranı və yaxud da hava kütlələrinin hərəkətidir. İkinci dərəcəli amillərə isə okean və yaxud da dənizdən uzaqlıq, okean cərəyanları, mütləq hündürlük, dağ yamaclarının yerləşmə istiqaməti və relyef şəraiti aiddir. Ümumilikdə 13 iqlim qurşağı ayrılır. Bunlardan 7-si əsasdır, 6-sı isə keçid iqlim qurşağıdır. Əsas iqlim qurşaqları 1 ekvatorial qurşaq, 2 tropik qurşaqlar, 2 mülayim qurşaqlar, 1 arktik və 1 antarktik qurşaq. Keçid iqlim qurşaqları isə 2 subekvatorial, 2 subtropik qurşaqlar, 1 subarktik qurşaq, 1 də subantarktik qurşaq var. Məsələn, bu iqlim qurşaqlarını ekvatordan şimal qütbünə doğru sıralasaq belə olar: ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subarktik və arktik. Əsas və keçid iqlim qurşaqlarından danışmışkən, onların bir xüsusiyyətini də deyim sizə. Əsas iqlim qurşaqlarının özünəməxsus hava kütlələri var. Amma keçid iqlim qurşaqlarının özünəməxsus hava kütlələri yoxdur. Buna görə də keçid iqlim qurşaqları fəsildən asılı olaraq özü ilə qonşu olan iqlim qurşaqlarının hava kütlələrinin təsirinə məruz qalırlar. Məsələn, subekvatorial qurşaqda yayda ekvatorial iqlim qurşağının havası hakim olur, qışda isə tropik iqlim qurşağının havası hakim olur. Buna görə də subekvatorial iqlim qurşağında yayda hava rütubətli və isti olur, qışda isə isti və quraq olur. Subtropik iqlim qurşağında isə yayda tropik iqlim qurşağının havası hakim olur, qışda isə mülayim hava kütlələri hakim olur. Buna görə də yay ayları quraq və yağıntısız, qış isə rütubətli və soyuq keçir. İndi isə gəlin bir-bir bu iqlim qurşaqlarını təhlil edək. Ümumiyyətlə onu deyim ki, bu xəritənin legendasında xəritə ilə bağlı hər şey qeyd olunub. Xəritənin legendası isə aşağıda gördüyünüz o hissədir. Məsələn, baxın, bir narıncı rəngdir və birlə, yəni narıncı rənglə rənglənmiş ərazilər ekvatorial qurşaqdır. Digər rənglər isə qarşısında yazılmış qurşaqlara uyğun gəlir. Və hər bir iqlim qurşağı da özü müxtəlif iqlim tiplərinə ayrılır. Məsələn, orada tropik qurşağa baxsaz yazılıb ki, tropik iqlim tipləri səhra və rütubətli. Çünki tropik iqlim tipləri səhra və rütubətli olaraq iki qrupa ayrılır. Və səhra 3A olaraq işarələnib, 3B kimi isə rütubətli tropik işarələnib. Ekvatorial iqlim qurşağı xəritədə gördüyünüz o birlə işarələnən və narıncı rənglə rənglənmiş ərazi ekvatorial iqlim qurşağıdır. İndi gəlin ekvatorial iqlim qurşaqlarının xüsusiyyətlərini sizə danışım. Ümumiyyətlə, ekvatorial iqlim qurşağı dedik ki, əsas iqlim qurşağıdır. İl boyu ekvatorial hava kütləsi hakim olur və il boyu hava şəraiti yağıntılı və isti olur. Buna görə də il boyu yağıntılı və isti olduğuna görə fəsillər aydın müşahidə edilmir və yaxud da fəsil növbələşməsi yoxdur da deyə bilərik buna. Çünki il boyu nə dedik? Hava isti və rütubətli olur. Havanın temperaturu müsbət 24-28 dərəcə arasında dəyişir. Orta illik yağıntı miqdarı isə 2000 mm-dən artıq olur, hətta 2500 mm-ə qədər də çata bilir. Ekranda gördüyünüz isə ekvatorial iqlim qurşağının iqlim diaqramıdır. Sol tərəfdə gördüyünüz kimi temperatur verilib, sağ tərəfdə yağıntı verilib və təbii ki də o yuxarı hissədə, diaqramın yuxarı hissəsində gördüyünüz qırmızı xətt temperatur və yağıntının hansı aralıqda olduğunu göstərmək üçündür. Ən aşağıda isə aylar verilib. 1-ci yanvar ayıdır, ən sonuncu isə dekabr ayıdır. Daha sonra burada ekvatorial iqlim qurşağında sutkalıq temperatur amplitudası aşağıdır. Həmçinin illik temperatur amplitudası da aşağıdır digər iqlim qurşaqları ilə nisbətdə. Amma
Skalaq temperatur amplitudası illik temperatur amplitudasına nisbətən yüksək olur. Bir şey də qeyd edeyim ki, burada temperatur amplitudası kiçik olmasına baxmayaraq, orta illik temperaturun miqdarı çoxdur, hətta ən çox ekvatorial iqlim qurşağındadır. Deməli, dedik ki, ən böyük orta illik temperatur ekvatorial iqlim qurşağında müşahidə edilir. Bir də ən kiçik illik temperatur amplitudu ekvatorial iqlim qurşağında müşahidə edilir. Təbii ki, buranın heyvanat və bitki aləmində zəngindir. Daha sonra burada il ərzində hava rütubətli olduğu üçün kimyəvi və üzvü aşınma daha üstündür. Kimyəvi aşınma rütubətliliyin çox olduğu ərazidə baş verir. Üzvü aşınma isə hardakı bitki və heyvanat aləmi daha zəngindir, o ərazilərdə üzvü aşınma müşahidə edilir. Və ekvatorial iqlim qurşağında il boyu isti və rütubətli hava müşahidə edildiyi üçün buna görə burada üzvü aşınma da üstündür və bir də hiqrofit bitkilərin inkişafı üçün əlverişli şərait var. Hiqrofit bitkilər rütubətli hava şəraitinə dözümlü bitkilərə deyilir. Ekvatorial iqlim qurşağının yayıldığı ərazilər: Amazon ovalığı, Konqo hövzəsi, daha sonra Böyük Zond adaları, Sumatra, Kalimantan, Sulawesi adası, Yava adasının şimalı, Yeni Qvineya adasının şimal hissəsi, Filippin adalarının cənub hissəsi Mindanao adasında və Malakka yarımadasının cənub hissəsi, bir də Şri-Lanka adası. Subekvatorial iqlim qurşağı. Subekvatorial iqlim qurşağı bayaq da qeyd etdiyim kimi keçid iqlim qurşağıdır. Burada yayda ekvatorial hava kütlələri, qışda isə tropik hava kütlələri hakim olur və buna görə də iki fəsil müşahidə edilir. Yay fəsli isti və rütubətli olur, qış fəsli isə isti və quru keçir. Daha sonra şimal yarımkürəsində rütubətli dövr iyun və avqust aylarına təsadüf edir. Cənub yarımkürəsində isə dekabr-fevral aylarında yay fəsli olur. Buna görə də rütubətli dövr dekabr və fevral aylarına düşür. Ekranda gördüyünüz şimal subtropik iqlim qurşağının diaqramıdır və burada yenə də qırmızı xətlə temperatur göstərilib. Aşağıdakı sütunlar vasitəsilə isə yağıntılar göstərilib. Gördüyünüz kimi yay aylarında yağıntının miqdarı daha çoxdur. Bunu sütunların hündürlüyünə əsasən müəyyən edirik. Subekvatorial iqlim qurşağında orta illik temperatur müsbət 24-28 dərəcə arasında dəyişir. Yağıntıların miqdarı isə maksimum 1400 mm-ə qədər çata bilər. Şimal subekvatorial iqlim qurşağına hansı ərazilər daxildir? Orinoco ovalığı, Qviana yaylası, Ant dağlarının şərq hissəsi, daha sonra Afrikada Senegal ovalığı, Niger çayının hövzəsi, Efiopiya yaylası, Somali yarımadası, Avrasiyada Hindistan yarımadası, Dekan yaylası, Şri-Lanka adasının şimal hissəsi, Hind-Çin yarımadası, Malakka yarımadası. Onu da yadınızda saxlayın ki, Malakka yarımadasının cənubu ekvatorial iqlimidir, qalan hissələri subekvatorialdır. Daha sonra Filippin adalarında Luzon adası və Mindanao adasının ekvatoriala demişdik, amma şimalında kiçik bir hissəsi subekvatoriala da aiddir. Hainan adası və Tayvan adası, bir də burada Mekong ovalığı. Gördüyünüz bu diaqram isə cənub subekvatorial iqlim qurşağının diaqramıdır. Gördüyünüz kimi temperaturu göstərən xətt, yəni o qırmızı xətt nisbətən aşağıya doğru əyilib. Əgər bu xətt aşağıya doğru əyilirsə, deməli cənub yarımkürəsində yerləşən iqlim qurşaqlarından bəhs edilir. Cənub subekvatorial iqlim qurşağında yerləşən ərazilər bunlar: Braziliya yaylasıdır, Amazon ovalığının cənub hissəsidir, La Plata ovalığının şərq hissəsi, Ant dağlarının şərq ətəkləri, daha sonra bir də burada Mariota burnu da subekvatoriala düşür, amma onu şimali subekvatorial iqlim qurşağına aid edirik, cənubu yox. Daha sonra Afrikada Şərqi Afrika yaylasıdır və Madagaskar adasının şimal hissəsidir. Avstraliyada Arnhem yarımadası, Cape York yarımadası, həmçinin York burnu da cənub subekvatorial iqlim qurşağına düşür. Yeni Qvineya adasının cənub hissəsi,
Timor adaları, Yava adasının cənub hissəsi və Solomon adaları. Növbəti iqlim qurşağı tropik iqlim qurşağıdır. Tropik iqlim qurşağı əsas iqlim qurşağı hesab olunur və il boyu tropik hava kütləsi hakim olur. Çünki əsas iqlim qurşağıdır və özünə məxsus hava kütləsi mövcuddur. Tropik qurşaqda iki iqlim tipi mövcuddur. Tropik rütubətli və tropik səhra iqlim tipləri və bu iqlim tiplərinin yaranmasının əsas səbəbi materiklərin sahilindəki isti və soyuq cərəyanlardır. Yəni isti və soyuq cərəyanların təsirindən rütubətli və tropik səhra iqlim tipləri yaranır. Tropik səhra iqlim tipi soyuq cərəyanların təsirindən yaranır və kontinental tipdə hesab olunur. Çünki daha çox səhra ərazilərinə uyğun gəlir. Kontinental tipdə sutkalıq temperatur çox olur, hətta 40 dərəcəyə qədər çata bilir. İllik temperatur amplitudası da çox olur və mümkün buxarlanmanın kəmiyyəti də çox olur. Amma mümkün buxarlanmanın kəmiyyəti çox olsa da, axı səhra olduğuna görə su ehtiyatları azdır. Buna görə orta illik yağıntının miqdarı 50-100 mm olur. Amma biz dedik ki, mümkün buxarlanma 2000 mm çata bilər. Yəni əgər səhralı bir ərazi olmasaydı, mümkün buxarlanma 2000 mm olsaydı, o zaman yağıntının da kəmiyyəti çox olardı. Və təbii ki də kontinental ərazi olduğu üçün, həm də daha çox səhralar yayıldığı üçün burada fiziki aşınma prosesi də sürətli gedir və bu iqlim tipində kserofit bitkilər geniş yayılmışdı. Kserofit bitkilər isə quraqlığa və istiliyə davamlı bitkilərə deyilir. Bundan başqa rütubətliliyi əmsalı birdən kiçik olur və şorsulu göllər daha geniş yayılmışdı. Bu tipdə iki fəsil müşahidə olunur, yay və qış fəsli. Bu diaqram tropik iqlim qurşağının şimal kontinental tropik iqlim tipinə aiddir. Şimal kontinental tropik iqlim qurşağına aid olan ərazilər. İlk öncə yenə də Amerikadan başlayıram. Kaliforniya yarımadası, daha sonra gəlirik Afrikaya, Kanar adaları, Böyük Səhra, Livya səhrası, Nubya səhrası, Ərəbistan yarımadası. Ərəbistan yarımadasında Böyük Nafut və Kiçik Nafut səhraları, Rübəl Xəlili səhrası, Mesopotamiya ovalığının cənub hissəsi, İran yaylasının cənub hissəsi və Tar səhrası. Və bir də şimal kontinental tropik iqlim qurşağı haqqında nə demək istəyirəm? Qeyd elədik ki, soyuq cərəyanların təsirindən yaranır bu iqlim tipi və əgər fikir verirsinizsə, Kaliforniya yarımadasının qərbindən soyuq cərəyan keçir. Baxın, bu mavi rənglə işarələnmiş ox soyuq cərəyanı bildirir, hətta Kaliforniya cərəyanıdır. Soyuq Kaliforniya cərəyanının təsirindən burada kontinental tropik iqlim tipi yaranır. Həmçinin burada da soyuq iqlimdir, Kanar cərəyanı. Cənub kontinental tropik tipinin yayıldığı ərazilər. Ant dağlarının qərb hissəsi, bu hissədə Atakama səhrası. Fikir verin, buradan da soyuq cərəyan keçir, soyuq Peru cərəyanı keçir. Daha sonra Afrikada Namib səhrası, yenə də bu hissədən soyuq cərəyan keçir. Kalahari səhrası və son olaraq Avstraliyanın qərb hissəsi. Burada Böyük Qumlu səhra, Böyük Viktoriya səhrası və Himson və Simpson səhraları. Bir də bu hissədə Galapagos adalarını qeyd etmək yadımdan çıxdı. Galapagos adaları da cənub kontinental tropik tipinə aiddir. Tropik iqlimin digər bir tipi rütubətli tropik idi və rütubətli tropik isti cərəyanların təsirindən yaranır. Daha çox materiklərin şərq hissəsində müşahidə edilir. Kontinental tropik tipi materiklərin qərb hissəsində idi. Rütubətli tipi isə şərq hissəsində olacaq və yağıntı kontinentala nisbətən daha çox olur burada. Çünki həm isti cərəyanların təsirindən, həm də materiklərin şərq hissəsində passat göllərinin təsirindən rütubətli daha çox olur. Həmçinin də yağıntının miqdarı kontinentala nisbətən daha çoxdur il ərzində. Şimal rütubətli tropik tipinə hansı ərazilər aiddir? Bura Meksika yaylası, Yucatan yarımadası, Böyük və Kiçik Antil adaları, Baham adaları, daha sonra Azor adaları, Madeira adaları və Havay adaları. Daha sonra cənub rütubətli tropik tipinə aid olan ərazilər Braziliya yaylasının şərq hissəsi,
Madagaskar adasının cənub hissəsi, Maskarena adaları və Avstraliyanın şərq hissəsi. Növbəti iqlim qurşağı subtropik iqlim qurşağıdır. Subtropik iqlim qurşağı keçid iqlim qurşağıdır və özünə məxsus hava kütləsi yoxdur. Buna görə də yay aylarında tropik hava kütlələri bu ərazilərdə hakim olur, qışda isə mülayim hava kütlələri hakim olur və 4 fəslin 4-ü də aydın şəkildə müşahidə edilir. Yəni fəsillərin növbələşməsi aydın şəkildə gözə çarpır və 4 tipə bölünür. Aralıq dəniz, kontinental, bərabər rütubətlənən və musson tiplərinə. Aralıq dəniz iqlim tipində yay isti və quraq olur, qış isə mülayim və rütubətli keçir. Yəni yağıntının çox hissəsi qış aylarında düşür və temperatur təxmini 8-30 dərəcə arasında dəyişir. Şimal subtropik aralıq dəniz iqlim tipinin diaqramı bu formadadır. Şimal subtropik iqlim tipinin yayıldığı ərazilər. Şimali Amerikanın qərb hissəsi, Avrasiyada isə Pireney yarımadası, Apennin yarımadası, Balkan yarımadası, Krım yarımadası, Kiçik Asiya yarımadası, Krit və Kipr adaları, Sardiniya, Siciliya və Korsika adaları. Bir də Şimali Afrikanın şimal hissəsi, bu hissə və Atlas dağlarının ətəkləri. Cənub subtropik aralıq dəniz tipinin yayıldığı ərazilər Cənubi Amerikada Ant dağlarının qərb hissəsi, bu hissə. Daha sonra Afrikanın cənub ucqar nöqtəsi İynəburnu və Avstraliyanın cənub-qərb hissəsi. Subtropikin kontinental iqlim tipi daha çox kontinental olur, adından da məlum olduğu kimi. Qışda daha soyuq olur, yayda isə çox isti olur. Kontinental iqlim tipinin yaranma səbəbi daha çox materik daxilində yerləşməsidir. Yəni materikin daxilinə irəlilədikcə iqlim kontinentallaşır. Kontinental iqlim tipinin diaqramına fikir verin. Görürsüz, temperatur -5 dərəcəyə qədər düşə bilər qış aylarında. Amma subtropikin aralıq dəniz iqlim tipində belə deyildi. Hətta heç temperatur mənfiyə düşmürdü. Amma artıq iqlim kontinentallaşdıqca temperatur mənfiyə düşür. Yağıntılar isə elə aralıq dəniz tipində olduğu kimi qış aylarında düşür. Subtropik kontinental iqlim tipinin yayıldığı ərazilər Şimali Amerika və Avrasiya materiklərinin materik daxili hissələridir. Məsələn, Şimali Amerikada bu hissələrdir. Bura Apalaç dağlarının bir hissəsi düşür, Missisipi ovalığının bir hissəsi düşür, böyük düzənliklərin bir hissəsi düşür. Avrasiyada isə Turan ovalığı, Təklə məkan səhrası və Qobi səhrasının cənub hissəsi. Subtropikin kontinental iqlim tipi cənub materiklərindən Cənubi Amerika və Avstraliyada kiçik bir hissədə yayılmışdı. Subtropik musson iqlim tipinin yayıldığı ərazilər bunlar Florida yarımadası, Meksika sahili ovalıq, Atlantik sahili ovalıq, daha sonra bir də Avrasiyada Böyük Çin düzənliyidir, Koreya yarımadasının cənub hissəsidir, Honshu, Kyushu və Shikoku adaları, bir də Ryukyu adalarıdır. Bunlar yalnız, yəni musson iqlim tipi yalnız şimal materiklərində yayılıb, yəni Şimali Amerika və Avrasiyanın şərq hissələrində yayılmışdı. Bunun səbəbi isə musson küləkləridir. Yəni musson küləklərinin təsirindən Şimali Amerika və Avrasiyanın şərq hissələrində musson iqlim tipi yaranır. Və təbii ki də musson küləklərinin təsirindən biz demişdik ki, yay fəslində hava yağıntılı olur, qış fəslində isə quraq olur. Və onu da qeyd edeyim ki, yay fəslində isti və yağıntılı, qış fəslində isə soyuq və quru hava şəraiti keçir. Diaqrama da fikir verin, görürsüz, yay aylarında yağıntı çox düşür, qış aylarında isə həddindən artıq az yağıntı düşür. Bir də musson iqlim tipində də temperatur 0 dərəcədən aşağıya düşmür. Subtropik bərabər rütubətlənən iqlim tipinin yayıldığı ərazilər, ümumiyyətlə subtropik bərabər rütubətlənən iqlim tipi yalnızca cənub materiklərində müşahidə edilir. Biz dedik ki, musson tipi yalnızca şimal materiklərindədir, bərabər rütubətlənən tipi isə yalnızca cənub materiklərindədir və Cənubi Amerikada bərabər rütubətlənən tip
bu hissədə yayılır. Avstraliyada isə bu hissədə, yəni cənub-şərqi Avstraliyada. Bir də Afrikanın cənub-şərq hissəsində bu hissədə Əjdaha dağlarının bir hissəsi də ora düşür. Cənub-qərbində isə subtropikin aralıq dəniz tipidir. Bu isə bərabər rütubətlənən tipin iqlim diaqramıdır. Fikir verirsə əgər, qırmızı xətt aşağıya doğru çəkilib, deməli cənub yarımkürəsində yerləşir. Və az öncə də dərsi başa salanda dedim ki, bərabər rütubətlənən ancaq cənub yarımkürəsində yayılıb.